müsbət Q yükünün elektrik sahəsidir, göstərilib. Müsbət Q sıfır yüküdür. 2 dənə ekpotensial səth göstərilib. Bu ekpotensial səthin bir üzərində B nöqtəsi var. O birisinin üzərində A və C nöqtələri var. A nöqtəsi burada, C nöqtəsi burada. Deyir ki, mənfi Q yükü yerini dəyişəndə nə baş verər? Baxaq, birinci sual belədir. Mənfi Q yükü yerini dəyişir, A nöqtəsindən B nöqtəsinə. Yerini dəyişən zaman elektrik sahəsində görür. Mənfi yük buradan, mənfi yük buradan bura gəlsə, əlbəttə bu müsbət, bu mənfi. Gəlməyə köməkli edir, düzdür? Onda elektrik sahəsi burada nə olar? Müsbət iş görər. Kinetik enerjisi artar, potansiyel enerjisi nə olar? Azalar, yükün potansiyeli azalar. Sonra həmin yük A nöqtəsindən B nöqtəsinə yerini dəyişən zaman elektrik sahəsi müsbət görür, bunu bildik, düzdür? B nöqtəsindən C nöqtəsinə yerini dəyişən zaman nə olacaq? Mənfi yük buradan bura gəlsə, əlbəttə bu mane olacaq gəlməyinə, düzdür? Müsbət mənfi qoymaz getsin axı. Onda burada elektrik sahəsi nə olacaqdır? Mənfi nədir? İş görəcək, yükün nədir? Potansiyalı artacaq, kinetiki nədir? Az olacaq. A nöqtəsindən C nöqtəsinə yer dəyişsin. Bu A nöqtəsinin fisi ilə C nöqtəsinin fisi həmişə bərabərdir. A-da ilə P-yə gələndə ümumiyyətlə burada yekun iş nədir? Sıfıra bərabər nədir? Olacaqdır. Kinetik enerji nədir? Dəyişməyəcəkdir. Potansiyel enerji nədir? Kinetik potansiyel enerji nədir? Dəyişməyəcək. Bunun əsasında bu cür testləri həll edə bilərsiniz. Paralel üzvü lövhədir. Paralel üzvü lövhəyə göstərilən istiqamətdə şua düşür. Tutaq ki, qırmızı rəngli şua düşür. Məsələn, ben qırmızı rəng göstərir. Qırmızı rəngli şua düşür. Qırmızı gəlsəydi, bu yolla gedər. Tutaq ki, qırmızı bu yolla gedir. Bəs yaşıl şua düşsəydi, hansı yolla gedərdi və qamma bucağı nə cür dəyişərdi? Əlbəttə, biz veririk ki, qırmızının sındırma bucağı çoxdur. Yaşıl bu istiqamətdə yaşıl düşsə, yaşılın burada sınma bucağı qırmızıdan biraz az olacaq və belə gəlib düşəcək. Deməli, yaşılda qamma bucağı az olacaq və buradan sınandan sonra təzədən bir paralel, özünə paralel var. Əvvəlki istiqamətdən paralel edəcək. Deməli, onda delta, yaşılda delta qırmızıdan bir balaca çox olacaq. Yəni, daha çox əvvəlki istiqamətdən daha çox uzaqlaşacaq. Qırmızıda az uzaqlaşacaq, yaşılda bir balaca çox uzaqlaşacaq. Optik yollar fərqi 1,5 mikrometrdir. Və el bərabərdir 6 mikrometrdir. Bu mühitin sındırma əmsalına nədir? Soruşurlar. Optik yol nədir? Əgər mühitin qalınlıq, bu mühitdə qalınlıq eldirsə, sındırma əmsalı endirsə, el vurulsun, en hasil nə deyirlər? Optik yol. Burada yuxarı hissədə optik yol elindi. Aşağı hissədə isə düz getdiyinə görə ona uyğun yol eldir. Deməli, yollar fərqi olacaqdır. Delta D bərabər olacaqdır. L-in çıxılsın. L. O da bərabərdir L n-1. Delta D bizdə bərabərdir yollar fərqi 1,5 mikrometrdir. 1,5 mikrometr. L 6 mikrometrdir. Burada n-1'dir. n-1'dir. Mikrometrləri yıxsa versək, buradan alacaq ki, n-1 bərabərdir. 1,5 bölünsün 6-ya. N də bərabərdir 1 plus 15 bölünsün 60. Bu da eləyər 1 plus 4'də 1. O da eləyər 1,25. Deməli, bu mühitin sındırma əmsalı 1,25'ə bərabərdir. X 6 santimetrdir. X maksimal 10 santimetrdir. Y kinetik bərabərdir. Y tam çıxsın, Y potansiyel. Y tam yenə KX maksimal kvadrat bölünsün 2. K yaz 2. Y potansiyel KX kvadrat bölünsün 2. K bölünsün 2. X maksimal kvadratı. Deməli, Y kinetik bərabərdir. Kinetikin yerinə MV kvadrat bölünsün 2 qoyuruq. Bizə omega 5 verilibdir. Omega 5 verilib.
Onu yazılır. Omega bərabərdir kök altında K bölünsün. 5 bərabərdir K bölünsün. Kvadrat sözə 25 bərabərdir K bölünsün. Buradan K'nın yerinə 25M yazmaq olar. Yazılır MB kvadrat bölünsün ki 25M bölünsün ki X maksimalın yerinə 10 yazılır. X'in yerinə 6. Bu hesablayaraq B'nin yerinə 0,4 nə deyir? Alır. Demək kinetik enerjini potensial enerjinin köməyi ilə burada tapırıq. Maqnit sahəsidir. Maqnit sahəsinin S qütbüdür, N qütbüdür. Bu hissəcik burada, bu misalda pozitrondur. Pozitronun işarəsi birisi də, elektronun əksisidir pozitron. Pozitronun yükü müsbətdir, müsbət yeri. Bunun pozitrona təsirin Lorentz qüvvəsinin istiqamətini tapacaq. Belə demişdik də, qüvvə xəttləri həmişə, maqnit qüvvə xəttləri həmişə, baxın, N-dən çıxır, S-ə tərəf gedir. Belə deməmişdik, hə? Belə idi də. Əlimizin içini, ovucumuzun içini elə tuturduq ki, ovucumuzun içi N qütbünə baxsın. O belə bax. 4 barmağımı V istiqamətdə tuturam. 4 barmağımı V istiqamətdə tuturam. Bu ovucumun içərisi görürsünüz N qütbünə baxır. Baş barmağım lövhədən bizə tərəf yönəlib, görürsünüz. Deməli, Lorentz qüvvəsi şəkil müstəvisindən, bax belə şəkil müstəvisindən bizə doğru nədir yönəlir. Əgər pozitron olmasaydı, elektron olsaydı, da istiqamət baş barmaq tərəfi olmayacaqdı, baş barmağın əks tərəfinə olacaqdı. Onda nədir? Şəkil müstəvisindən nədir? Uzaqlaşaraq, perpendikular olaraq bizdən uzaqlaşacaqdı. Burada üfüqi müstəvi üzərində M1 cismi göstərilib. M1 cismi üzərində M2 cisim göstərilib. M1 cismin kütləsi 8 kiloqramdır, M2-nin kütləsi 2 kiloqramdır. Bu iki cisim birlikdə 60 Newton qüvvə ilə nədir? Dartılır. Özdə burada dayaqla, baxın bir, dayaqla, bu dayaqla M1 arasında, bax, buradakı sürtünmə 0-a bərabərdir. Amma buradakı sürtünmə 0-dan fərqlidir. Bu cür məsələlərdə, bax, burada bizdən nə soruşurlar, onu da deyək. Bizdən soruşur ki, bax, bu 60 Newton qüvvə təsir edəndə M2 ilə M1 arasında yaranan sürtünmə qüvvəsinin qiyməti nə qədər olar? Əvvəlcə, bax, burada biz nə eləməliyik? Təcil tapmalıyıq. Bax, bu 60 Newtondur. 60 Newton 10 kiloqrama təsir edirsə, təcil neçə olur? 60-ı 10-a bölürsünüz, 6 olur, hə? 60-ı bölürsünüz 10-a, təcil 6-dır. Bu cisimlər 6 metr bölü saniyə kvadrat təcillə hərəkət edir. Bax, bu təcil 6-dır. Hə. Bu M2-yə təsir edən ətələt qüvvəsini hesablayaq. Bax, F ətələt bərabərdir, mənfi M-adır, düzdür? Mənfi M-adır. O da olacaq deməli, bax, burada mənfi 2 vırılsın, nədir? 2 vırılsın, mənfi 2 vırılsın 6, mənfi 2 vırılsın 6, 12 Newton. Ətələt qüvvəsi 12 Newton. Deməli, yuxarıda cismi 12 Newton qüvvə ilə aparmağa çalışırıq biz. Amma getmir axı. Bunlar birdə şərtdə göstərir ki, ikisinin birtə hərəkət edir. Deməli, burada yaranan sükunət sürtünmə qüvvəsi ətələt qüvvəsinə bərabərdir, olur. Amma istiqamət ki, onun nədir? Əksinə yönəlir. Burada sükunət sürtünmə qüvvəsi 12 Newtona nədir? Bərabərdir. Oldu? Biz deməli, əvvəl təcil tapdıq. Sonra ikinci cisimə təsir edən ətələt qüvvəsini tapdıq. Şərtdə deyir ki, cisimlər birlikdə hərəkət edirlər. Birlikdə hərəkət edildiyinə görə deməli, sükunət sürtünmə qüvvəsi moldocu ətələt qüvvəsinə bərabərdir. İstiqamət ki, onun əksinədir. Əvvəl qeyd eləmişdik bu məsələlərdə. Bax, təcil hansı tərəfədirsə, sükunət sürtünmə qüvvəsi onunla həmişə nədir? Eyni tərəfə yönəlir. Kerosin və civə şəkillər kimi qabda yerləşiblər. Sıxlığı 0,9 qram bölü santimetr kub olan köyrəni bu qaba atsaq, onun vəziyyəti necə olur? 0,9 kerosin sıxlığından 0,8-dən çoxdur. Deməli, bu cisim kerosində batar. Amma 0,9 suyun sıxlığından 0,1 qram bölü santimetr kubu az olduğu üçün suda üzər. Deməli, bu cisim kerosində batacaq və suda üzəcək. Kerosində batacaq, suda üzəcək. Burada suda üzür, suya batıb artıq da. Bu kerosin içərisində üzür, buna doğru cavab deyil. Bu variantda kerosinə batıb və suda üzür. Bu doğru cavabdır. C variantı burada doğru. İstiş nüvə reaksiyası hansıdır? A bəndində radioaktiv parçalan maddə alfa hissəcik reaksiyanın nəticəsində alınıbdır. B adi nüvə reaksiyasıdır. B bəndi. İstiş nüvə reaksiyası odur ki, deuteriumla tritium birləşsin və helium alınsın və bir neutron alınsın. Bu C bəndi istiş nüvə reaksiyasıdır. Bu günəşdə, ulduzlarda gedən reaksiyadır və bu reaksiya nəticəsində təqribən 17,5 MeV
enerji ayrılır. 1 deuterium və 1 tritium nüvəsi birləşəndə 17,5 MeV enerji ayrılır. C bəndi istik nüvə reaksiyasına aiddir. Cisim maye daxilində tarazlıqdadır. Cismin həcminin hesablanması tələb olunur. Burada 20 Newton qüvvə ilə tərpənən blokda 20 Newton qüvvəni biz də artırıq. Deməli, eyni ipdə eyni gərmə olduğuna görə bu tərəfdə də, bu ipin bu hissəsində də 20 Newton qüvvə yaranacaq. Deməli, biz bunu bu cismi 40 Newton qüvvə ilə dartı qüvvəsi də yuxarı dartırıq. Bu cismin ağırlıq qüvvəsi də ki 60 Newtondur. 60 Newtondur. Belə çıxır ki, deməli, Arximed qüvvəsi 20 Newtona bərabərdir. Arximed göstərək və Arximed plus 40 bərabərdir 60-a. Arximed qüvvəsi 20 Newtona bərabərdir. Mayenin sıxlığı veriblər bizə. Mayenin sıxlığı 1000 kiloqram bölsün metr kubudur. J sırlaşma təcili 10 metr bölü saniyə kvadratına bərabərdir. Sürtünmə və blokun kütləsini nəzərə alınır. Əlbəttə biz burada hesablamada sürtünmə və blokun kütləsini nəzərə almadıq. F Arximed bərabərdir 20 Newton yazırıq. F Arximed bərabərdir 20 Newton. F Arximed bərabərdir rho maye JB cisim. 20 Newton bərabərdir 1000. Burasının V cisimə sıfırlar yıxsa V cisim bərabər 0,1000-də 2 metr kubuna. Bu üsulla biz mayedə yerləşən cismin həcmini hesablaya bilərik. Qrafikdə dəyişən gərən dövrəsində gərginliyi və gərən şiddətin rəqsləri təsvir edilmişdir. Hansı ifadə doğrudur? Burada hansının qabaqlı geri qarşı söhbətdir. Buradan görürsünüz, buradan pi bölünsün 2 qədər sağa geçsə sinus qrafikinə, o gərginlik qrafikində pi bölünsün 2 qədər zaman oxuyla qabağa geçsək, gərən şiddətindən araq. Deməli, gərən şiddətin rəqsləri gərginlik rəqslərini fazacıq bölünsün 2 qədər qabaqları və yaxud gərginlik rəqsləri gərən şiddət rəqslərindən pi bölünsün 2 qədər fazaca geri qalır. Bu misalda gərginlik geri qalır. Özdə pi bölünsün 2 qədər geri qalır. Deməli, bu yerdə söhbət kondensator, yalnız kondensatorun elektrik dövrəsindən bəhs edilir. Yalnız kondensatorun elektrik dövrəsində gərgin şiddətin rəqsləri gərgin rəqslərindən fazacaq bölünsün 2 qədər qabaqlayır və yaxud gərgin rəqsləri gərən şiddət rəqslərindən fazacaq bölünsün 2 qədər geri qalır. Bu məsələni belə ilə həll etmək lazımdır. Əvvəl 22 dərəcə Selsidə nisbi kütlənin 80% olduğunu nəzərə alaraq su buxarının kütləsini hesablayarıq. M1 kütləsini hesabladıq. Sonra 11 dərəcə Selsiyə uyğun su buxarının kütləsini hesablayarıq. Fərq mayeləşən su buxarının miqdarını verər. Fərq, o M1-2 fərqi mayeləşən su buxarının miqdarını verir. Belə bax. Bu həcmdə nisbi kütləsi 80%-dir. Temperatur 23 dərəcə Selsidir. Su buxarının sıxlığı 22 dərəcə Selsidə. Donmuş su buxarının sıxlığı 20 qram bölünsün metr kubudur. Qram bölünsün metr kubudur. M1 bərabərdir F1, ρ01 V düsturu ilə bu həcmdəki su buxarının miqdarını hesablayırıq. Sonra soyudandan sonra su buxarının bir hissəsi mayeləşir. Bax, bu mayeləşən su miqdarının miqdarı bax, mayedir. Mayedir. Buradakı buxarda doymuş buxar artıq. Mayeləşir, deməli buradakı buxar doymuş buxar. Doymuş buxar isə buradakı nisbi rütbət F2-nin yerinə 100% yazarıq. Yazı hesablayaq. Delta M bərabərdir M1 çarpı M2, F1 ρ01 çıxırsın, F2 ρ02 V. V'nin möhtərizdən çıxarsaq 0,8 vurulsun 20 minus 10. Burada alarıq deməli 6 qram bölünsün metr kubu. Bu olacaq 6 qram bölünsün metr kubu. V vurulsun 16 alınır. 16'dan çıxdı 6 qram bölünsün santimetr kubu alırıq. Qram bölünsün nə deyil? Santimetr kubu. Qram bölünsün metr kubu. Metr kubu alırıq. 0,6 eləyər. Deməli 0,6 kilometr kubudur. Kilometrin yerinə 1000 yazırıq. 1000'in kubu. Vurulsun. Deməli qram bölünsün metr kuba. O da eləyər 0,6. 6 da var burada. 6 da vardı. 3,6 10 üstü 9 qram. 10 üstü 9 qram olar 3,6 10 üstü 6 kilogram. O da eləyər deməli 3,6
3600 600 ton. Deməli, burada mayeləşən su miqdarı 3600 tona bərabər. İki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik edilmişdir. Hansı qrafik ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasının zamandan asılılığına uyğundur. İkinci cismin başlanğıc sürəti 0-dır. Birinci cismin başlanğıc sürəti 1-dir. 2-nin 1-ə nəzərən nisbi sürət deyəndə 2-dən 1-i çıxırıq da. Başlanğıçda t bərabər 0-da V2 minus V1 olacaq 0 çıxılsın 5. Deməli, qrafik -5-dən başlayır. Müəyyən vaxtdan sonra sürətlər bərabərləşir, nisbi sürət 0 olur. Deməli, qrafik -5-dən başlamalıdır. Müəyyən vaxtdan sonra 0-a bərabər olmalıdır. -5-dən başlamalıdır. Belə olmalıdır, bax. VT -5-dən başlayır. Müəyyən vaxtdan sonra 0-a bərabər nədir? Olur. Ampermetrin cərəyan şiddətinin ölçməsi üçün ampermetrdən cərəyan keçməlidir. Ona görə deməli M nöqtəsini yalnız 2-yə bağlasaq, ampermetrdən cərəyan keçər və lampa nədir? İşıq verir. Və lampa közərər. Belə bağlasın, bax. Belə birləşdirsək, bax, 4-dən beri cərəyan gələcək bu müsbətdən, bax, belə keçəcək, belə gedəcək. Həm ampermetrdən keçəcək cərəyan, həm də lampa közərəcək. Əgər iki nöqtəsini birləşdirməliyik ki, ampermetrdən cərəyan keçsin, lampa közərsin. Belə birləşdirsəydik, məsələn, 3-ə birləşdirsək, ampermetrdən cərəyan keçməz. Cərəyan belə gələr, bax, bu hissə ilə gələr, buradan, bax, belə gələr, buradan keçər, ampermetr dövrədən kənarda qalar. Eyni qaydalı M-i 4-lə birləşdirsək, 5-lə birləşdirsək, ampermetr dövrədən kənarda qalar. Əgər iki nöqtəsini bir nöqtəsindən birləşdirsək, onda lampadan cərəyan keçməz, bax, cərəyan belə gəlib, belə gedər, lampa dövrədən kənarda qalar. Deməli, cavab olacaqdır 2 nöqtəsi. S1 kondensatorun yükü, S2 kondensatör yüklüdür, S2 kondensatoru yüksüzdür. K açarı qapandıqda A və B nöqtələri arasındakı gərginlik necə dəyişir? Əlbəttə, birincidə ilk əvvəl S2 kondensatoru proseslərdə iştirak eləmir, verilmiş yükü, amma yalnız S1 kondensatoruna paylanır və burada gərginlik U1 bərabərdir, Q bölünsün S-yə nədir? Bərabərdir. Burada gərginlik U1 bərabərdir, Q bölünsün S-yə bərabərdir. İkinci kondensatoru paralel birləşdirsək, ikincini K-açarını qapasaq, ikinci və birinci bir-birinə paralel birləşər. Onda Q3-ü hər iki kondensator paylanır. Asan desək, burada S-dir, burada 2S-dir. Birləşdirəndən sonra K-açarını qapadıqdan sonra tutum 3S olar və Q 3S-yə paylandığı üçün gərginlik 3 dəfə azalar. Və yaxud belə yazırıq, U2 bərabərdir, Q1 plus Q2 bölünsün S1 plus S2. Q1 Q-yə bərabərdir, Q2 yüklənməyibdir, ona görə 0-dır. S1 S-dir, S2 2S-dir. Alırıq Q bölünsün 3S. Əvvəl Q bölünsün S idi, gərginlik Q bölünsün S-yə bərabərdir. İndi gərginlik Q bölünsün 3S-yə bərabər deməli. A və B nöqtələri arasındakı gərginlik 3 dəfə azalır. Açıq rəsm konturunda kondensator tutumunun azaltdıqda hansı birisi qiyməti sabit qalır? Əvvəl rəqs periodundan söhbət keçsə, rəqs periodunun üstünü yazaq da. T bərabərdir, Thomson üstünün 2pi kök altında LC. Tutumunu azaltdıqda bir şualanan dalğanın rəqs periyodu nə olur? Tutumu azaldanda rəqs periyodu azalır. Qiyməti artır, deməli bir səhvdir, artmır, azalır. Dalğanın rəqs tezliyi, periyod artanda, periyod azalanda tezliyi nədir? Artar. Deməli 2 doğru cavabdır. Şualanan dalğanın sürəti S işıq sürətinə bərabərdir və o burada yalnız mühitdən asılı, başqa heç nədən asılı deyil. Dalğanın sürəti dəxli yoxdur.
dalğa uzunluğunun. Dalğa uzunluğu belədir. Bax, lambda bərabərdir CT açıq əks konturunda. C vurulsun 2 pi kök altında L C. Burada böyük C kondensat tutumudur. Balaca C işığın vakuumdakı sürətidir. C-ni azaldanda, C-ni biz artırıq, azaldırıq. Tutumun azaldanda lambda azalar. Tutumu azaldanda lambda azalar. Burada lambda artması nədir? Səhvdir. Lambda azalar. Lambda azalanda nü artır. Nü artır. C bərabər lambda nü deyil. Lambda azalanda nü artır. Nü azaltdığı üçün şualanma enerjisi, əlbəttə şualanma enerjisi nünün 4-ün tərtibi ilə düz mütənasib olduğu üçün şualanma enerjisi artar. Deməli, birinci tezlik artar. Sonra şualanmanın enerjisi artar. 1 və 5 B bəndinədir. Tezlik 2 və 5 C bəndində olur. Vakuum fotoelementini əvvəlcə H-nü bərabərdir 4 elektron voltuna şualandırırıq. Morfometriklə şualandırırıq. Sonra H-nü bərabərdir 2 elektron voltuna şualandırırıq. Bu haldakı sürət, 2 elektronların bu haldakı sürəti, maksimal sürəti bu haldakı sürətdən 3 daha böyükdür. Açıq işini tapmaq lazımdır. Belə yazırıq. Sürət verildiyinə görə mv kvadrat bölünsün 2, mv maksimal kvadrat bölünsün 2 bərabərdir. H-ümüz açıq iş şəklində yazırıq. Birinci haldakı sürət ikinci haldakından 3 dəfə böyük olduğuna görə nisbət 9 tər böləcək. Tərəfləri bölsək bunlar ixtisar edəcək. Qalacaq 9 bərabərdir. 4 çıxılsın açıq iş bölünsün 2 çıxılsın açıq iş. Buradan alırıq ki 9 vurulsun 2 minus açıq iş bərabərdir 4 minus açıq iş. 18 minus 9 açıq iş bərabərdir 4 minus açıq işə. Buradan alırıq ki 14 bərabərdir 8 açıq işə. Açıq iş da bərabərdir 14 bölünsün 8-ə 2 xəsərsə 7 4 o da olacaq 1,75 elektron volta bərabər olacaq. Bu sadə fotoelektrik məsələsi. Birinci mühitin A nöqtəsindən gələn işıq şüası ikinci mühit daxilində göstərilən yollardan hansını seçərək üçüncü mühit daxilində B nöqtəsindən keçər. Üçüncü mühit daxilində B nöqtəsindən keçməsi üçün, nə eləməliyik? M1 özdə N3-ə bərabər olduğuna görə birinci mühitdəki şüa ilə üçüncü mühitdəki şüa bir-birinə paralel olmalıdır. Burada hər damanın diaqonalı ilə getdiyinə görə burada hər damanın diaqonalı ilə getməlidir. B-dən gələr bu istiqamətdə. Deməli, B-dən keçirsə, deməli, buradan keçibdir. Buradan keçibsə, 3 nöqtəsindən keçib. Deməli, çıxır ki, şüa 3 şüasının yolu nədir? Doğrudur. M1 N3-ə bərabər olduğuna görə birincidə düşmə bucağı, ikincidə sınma bucağına bərabərdir. Buradan alınır ki, birinci mühitdəki şüa hansı istiqamətdə gedirsə, üçüncü mühitdə də ona paralel istiqamətdə getməlidir. Paralel olan burada bizdə deməli 3 şüasıdır. İki sonsuz uzun cəryanlı naqil bir-birinə paralel yerləşib.
elektrik dövrəsinə gələn şiddəti I bərabər 2 minus 0.4 qanunla dəyişir və bu dövrədə ki, sarı xaricdə 0.4 volt elektrik hərəkət qüvvəsi yaranır. Sarı xaric induktoru hesablamalıyıq. Əlbəttə, cərəyan dəyişəndə yaranan EHG baş verən hadisə öz-özünlük hadisəsidir. Öz-özünlük qanunu istifadə eləmək üçün əvvəlcə I-nin törəməsini tapmalıyıq. I iştirik bərabərdir, baxın, bunun törəməsi 0-dır, bunun törəməsi mənfi 0.4-dür. Deməli, I iştirik 0.4-ə bərabərdir. Öz-özünlük qanunu yazırıq, epsilon S bərabərdir, mənfi L I iştirik. 0.4 volt bura qoyuruq. I iştirik də mənfi 0.4 bura yazırıq. Onda belə çıxır ki, induktorluq nədir? 1 Henry'yə nədir? Bərabərdir. Bu dövrədə induktorluq 1 Henry'yə tritium nüvəsi maqnit sahəsinə müəyyən sürətdə daxil olur və onun cızılı çevirən radiusu R-ə bərabərdir. Bir yaza bilərik, bax, R bərabərdir. Tritiumda kütlə 3,60 davayedinə bərabərdir. 3 açıq vurulsun və MV bölünsün QB. Tritiumun yükü 1 elektron yüküdür. 1 Y vurulsun. Deməli, MV bölünsün QB. Ha, belə. Deməli, berilyumda 9 açıqdır, yükdə 4-dür. Həmin maqnit sahəsinə daxil olubdur və həmin nədir? Sürətlə daxil olubdur. Oldu. Ha, belə. Buradan tərəf-tərəfə bölsək, R bölünsün R-ə bərabərdir. 9 bölünsün 4, 3 bölünsün 1-ə. Buradan alıraq ki, 9 bölünsün 3 vuraq 4-ə. 4-də 3 nədir? Alıraq. Demək olacaq, cavab 4-də 3 R-ə bərabər olacaq. Tritium nüvəsi maqnit sahəsinə müəyyən sürətdə daxil olur və onun cızılı çevirən radiusu R-ə bərabərdir. Bir yaza bilərik, bax, R bərabərdir. Tritiumda kütlə 3,60 davayedinə bərabərdir. 3 açıq vurulsun və MV bölünsün QB. Tritiumun yükü 1 elektron yüküdür. 1 Y vurulsun. Deməli, MV bölünsün QB. Ha, belə. Deməli, berilyumda 9 açıqdır, yükdə 4-dür. Həmin maqnit sahəsinə daxil olubdur və həmin nədir? Sürətlə daxil olubdur. Oldu. Ha, belə. Buradan tərəf-tərəfə bölsək, R bölünsün R-ə bərabərdir. 9 bölünsün 4, 3 bölünsün 1-ə. Buradan alıraq ki, 9 bölünsün 3 vuraq 4-ə. 4-də 3 nədir? Alıraq. Demək olacaq, cavab 4-də 3 R-ə bərabər olacaq. Elektrik dövrəsinə gələn şiddəti I bərabər 2 minus 0.4 qanunla dəyişir və bu dövrədə ki, sarı xaricdə 0.4 volt elektrik hərəkət qüvvəsi yaranır. Sarı xaric induktoru hesablamalıyıq. Əlbəttə, cərəyan dəyişəndə yaranan EHG baş verən hadisə öz-özünlük hadisəsidir. Öz-özünlük qanunu istifadə eləmək üçün əvvəlcə I-nin törəməsini tapmalıyıq. I iştirik bərabərdir, baxın, bunun törəməsi 0-dır, bunun törəməsi mənfi 0.4-dür. Deməli, I iştirik 0.4-ə bərabərdir. Öz-özünlük qanunu yazırıq, epsilon S bərabərdir, mənfi L I iştirik. 0.4 volt bura qoyuruq. I iştirik də mənfi 0.4 bura yazırıq. Onda belə çıxır ki, induktorluq nədir? 1 Henry'yə nədir? Bərabərdir. Bu dövrədə induktorluq 1 Henry'yə S yer dəyişməsinin zamandan asılı qrafiki verilibdir. Cismə 30 Newton dartı qüvvəsi təsir edir və ilk 4 saniyəsində sürtünmə qüvvəsinin işini hesablamalıyıq. Əvvəlcə cismin atərcini taparıq. Sonra sürtünmə qüvvəsini taparıq. Sonra sürtünmə qüvvəsinin işini hesablarıq. Əvvəlcə biz nə etməliyik? Atərcini nədir? Hesablamalıyıq. Atərcini hesablayıq. Buradan bax. S tormoz yoludur. Bura kimi gəlib tormozlanıb dayanıb sonra gedir. Tormoz yolu 4 saniyədir. 4 metrdir. Tormoz müddəti 2 saniyədir. Belə yazıram, bax. S bərabərdir AT kvadrat bölünsün 2. 4 bərabərdir AT kvadrat bölünsün 2. A bərabərdir 2 cisim. Deməli, A bərabərdir 2 təcilli tormozlama. Əslində, burada təcil mənfi 2-də tormozlamanın təcili nədir? Mənfi nədir? 2-dir. Tormozlamanın təcili mənfi 2-yə bərabərdir.
Oldu. Sonra belə yazırıq. EMA bərabərdir. EMA bərabərdir. F artı minus F sürtünməyə bərabərdir. EMA bərabərdir. F artı minus F sürtünmə bərabər olur. Oldu. Hə. Buradan deməli buradan biz hesablayırıq sürtünmə qüvvəsini. Bax, M-in yerinə 2 yazırıq. M-in yerinə 2 yazırıq. Deməli A-nın yerinə mənfi 2 yazırıq. Mənfi 2 yazırıq. Deməli, alırıq baba, EMA bərabərdir. F dartı çıxılsın F sürtünmə. Köməkli edən qüvvə çıxılsın mane olan qüvvə. Bizdə köməkli edən qüvvə 30 Newtondur. Mane olan qüvvə sürtünmə qüvvəsidir. Deməli, 2 vurulsun mənfi 2 bərabərdir. 30 çıxılsın F sürtünmə. Buradan F sürtünmə 34 Newtona bərabər olur. A bərabərdir. Mənfi F sürtünmə vurulsun isə mənfi 34-ü 4-ə vuranda mənfi 136 alarıq. Əlbəttə, sürtünmə qüvvəsinin işləmişə nə deyir? Mənfidir. Əvvəlcə biz A-nı tapdıq, sonra F sürtünməni tapdıq, sonra sürtünmə qüvvəsinin işini nə deyir? Hesabladıq. Mayedə asılı vəziyyətdə olan çiş istəciklərin nizamsız hərəkəti nəyin hesabına baş verir? Əlbəttə, istəciyə hər tərəfdən maye molekulları zərbə vururlar. O zərbələrin sayəsində istəcik bulon hərəkətində iştirak edir. Yəni, nizamsız hərəkətdə iştirak edir. Deməli, maye molekulların zərbələridir. Bu sualda doğru cavab maye molekulların zərbələridir. Maye molekulları zərbə vururlar. Bir tərəfdən impuls çox olur, başqa tərəfdən impuls az olur. İstəcik həmişə impuls böyük olan istiqamətdə hərəkət edir. Vakuum diodu dəyişən gərginlik dövrəsinə qoşulubdur. Vakuum dioduna ardıcıl qoşulmuş R müqavimətindəki bu iki gərginlik cüzsünün zamandan asılı qrafiki necə olar? Bunun üçün nə eləməliyik? Əvvəlcə deməli, bax, burada harmonik qanunda dəyişən gərginlik veririk. Harmonik qanunda dəyişən gərginlik vermişik vakuum dioduna. Vakuum diodunda anod müsbət, katod mənfi olanda, anod müsbət olanda, katod mənfi olanda, qızdırıcı teldir, cəryanı yaxşı keçirir, cəryan keçirilir. Sonra burada mənbənin qütbləri sonra dəyişir, anod olur mənfi, anod mənfi olur, katod olur müsbət. Belə olanda diod cəryan nədir? Keçirmir. Cəryan keçirməyəndə buradakı gərginlik düşüsü sıfır olur. Cəryan keçəndə mənim gərginlik düşüsü var, cəryan keçirməyəndə gərginlik düşüsü sıfıra bərabər olur. Deməli, anod deməli, burada elə bir ki, vakuum diodu bir tərəfli keçiriciyə malikdir. Bir istiqamətdə cəryanı buraxır, istiqamətdə cəryanı nə deyir, buraxmır. Məsələn, bax, belə deyək, tutaq ki, sinus kanunu dəyişən gərginlik vermişik, sinus kanunu dəyişən gərginlik vermişik. Məsələn, bunun bir tərəfli keçirdiyinə görə yuxarı hissəni keçirsə, aşağı hissəni keçirməyəcək. Bu aşağı hissəni də kəsib belə atacaq, görürsünüz, belə olacaqdır. Burada cəryan keçdi, katod mənfidir, anod müsbətdir, cəryan var, burada cəryan sıfırdır. Tərs istiqamətdə onu cəryan buraxmayacaq. Anod, burada anod nədir? Anod mənfidir, katod müsbətdir, onda cəryan buraxmayacaq. Bu hissədə isə anod müsbətdir, katod nədir? Mənfidir, cəryan buraxacaqdır. Ona görə vakuum dioduna keçən cəryanın R müqaviməti uclarındakı O2 gərginliyinin zamandan asılı qrafiki bu şəkildə olacaq. Yerlə bağlı hesablama sistemi enerjisi hesab olunur. Hansı halda təyyarə ilə bağlı hesablama sistemi enerjisi hesab etmiş olar? Yer inersialsa, təyyarə ona nəzər təcilsiz hərəkət etsə, onun da inersial hesablama sistemi kimi baxmaq olar. Birincidə, təyyarə düz xəttə bərabər sürət hərəkət edərək yerdən uzaqlaşdıqda. Bu halda əlbəttə bərabər sürətlər işlədilir, təyyarənin təcil sıfıra bərabərdir, deməli inersial hesab etmək olar. 2. Təyyarə üfüqi istiqamətdə sabit təcil hərəkət etsə, təcil varsa, təyyarəyə inersial hesablama sistemi kimi baxmaq olmaz. Təyyarə bərabər sürət hərəkət edərək istiqamətin dəyişəndə. İstiqamətin dəyişəndə də təcili var, onda ona inersial hesab etmək olmaz. Təyyarə şümeydən uzaq ayrılarkən yenə də təcili var, bu halda da ona inersial hesablama sistemi kimi baxmaq olmaz. Deməli, doğru cavab yalnız 1. A halında yüklər bərabər sürətlə hərəkət edir. B halında yükün təcilini hesablayın. F artı qüvvəsi hər iki halda sabitdir, sürtünmə əmsalı müyə bərabərdir. Birinci halda bərabər sürətlə hərəkət edirsə,
Bu haldakı deməli dartı qüvvəsi F isə sürtünmə qüvvəsi də nədir? F-ə bərabər olacaqdır. Dartı qüvvəsi F olduğuna görə sürtünmə qüvvəsi F-ə bərabərsə, əvəzləyici qüvvəsi sıfırdır və cisim bərabər sürətlə hərəkət edir. Birinci halda sürtünmə qüvvəsi nədir? F-ə bərabərdir. Sürtünmə qüvvəsi F-ə bərabər. Sürtünmə qüvvəsi nəyə bərabərdir? Bax, 2M olduğuna görə bu olacaqdır. M vurulsun sıxan qüvvə. Sıxan qüvvə 3M-in ağırlığıdır. 3mg. Deməli, belə çıxır ki, 3mg F-ə nədir? Bərabərdir. Yəni, F 3mg bərabərdir. İkinci misalda F deməli 3mg bərabər götürdük. F sabitdir. Burada F sürtünmə olar μmg. M vurulsun 2mg. 2mg cismin ağırlığı olma 2mg. Belə yazaraq, bax, EMA bərabərdir. F kömək eləyən çıxılsın F sürtünmə mane olan. EMA bərabərdir 3mg çıxılsın 2mg qaldı mg. EMA ixtisarlərsək A bərabərdir mg. İkinci halda cisim A bərabərdir mg təcili ilə hərəkət edər.